Siz düşünün, göl var filmdə. Böyük bir göldür, amma gölün bir darvazası var. Yəni insanlar gölə ancaq darvazadan girə bilərlər, qapıdan girə bilərlər. O açıq qalmış yerlərdən girmək qadağandır. Ev düşünün, evin divarları yoxdur, ancaq qapıları var. Ancaq qapıları var və insanlar evə ancaq qapıdan girə bilərlər, açıq qalmış divardan girə bilməzdir. Filmdə bir yerdə şagird ustadını yuxudan oyatmasın deyə düşünür ki, qapı açılsa cırıldayacaq, ustad yuxudan oyanacaq və sırf onun xəbəri olmasın, bir pis iş tutmaq istəyir. Xəbəri olmasın deyə deyir ki, bir dəfə ilə bir şey olmazsa, istəyir ki, o açıq qalmış yerdən keçsin, qapıdan keçməsin. Və onunla da film başlayır və bütün cinayətlər, bütün fəlakətlər bu insanın başına gəlir. Ona görə ki, qapıdan girməyib. Rejissor bundan nə demək istəyir? Rejissor demək istəyir ki, hər şeyin bir qapısı var. Hər şeyin, hər hadisənin, hər insanın bir qapısı var. Sizin münasibətdə problem varsa, güman ki, pəncərədən girmirsiniz. Maraqlıdır ki, Qurani-Kərimdə belə bir ayə var. Bizim qapı psixologiya mərkəzi, adı qapı psixologiya mərkəzidir. Orada bizim ayəni də yazmışıq. Evlərə qapılarından girin. Ayə budur. Baxırsan nə qədər sadə bir şeydir. Bu nə deməkdir ki, yəni evlərə qapılarından girin. Amma böyük bir fəlakətdir. Evlərə qapılarından girməmək. Yəni insanlara yanaşmağımız, əgər biz arxa vasitələr tapırıqsa, kəsən yolları axtarırsa, qapıdan girmək istəmirsə problem yaranır.